Əvvəllər insanlar bir-birlərinə daha çox qonaq gedərdilər. İndiki dövrdə isə bu xeyli azalmışdı. Hətta qohumlar belə bəzən uzun müddət olur ki, bir-birlərini yad etmirlər. Rəvayət olunur ki, cənnətlə müjdələnmiş 10 şəxsdən biri, ilk iman gətirmiş uşaq, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin əmisi oğlu, kürəkəni, əhli beyti, dərin elm sahibi, ədalətli və misilsiz cəsarət sahibi olan, eyni zamanda nümunəvi bir şəxsiyyət, Əli ibn Əbu Talib, Allah ondan razı olsun, evinə qonaq gəldikdə onların gəlişinə sevinərdi. Qonağının xidmətində özü durardı. Evinə qonaq gəlmədikdə isə kədərlənərdi. Hətta bir gün Həzrət Əli cəmi 7 gün evinə qonaq gəlmədiyini görür və ah çəkib deyir: bir həftədir ki, evimə qonaq gəlmir. Qorxuram ki, Allah məni bu xeyirxah işi görməkdən məhrum etsin. Subhanallah, baxın, qonağı belə arzu eləyərdi. Bəs sizcə, indiki dövrdə qonaq gəl gedişlərinin azalmasının səbəbi nələrdir? Bunun qarşısını necə alaq? Şərhlərdə fikirlərinizi bizimlə bölüşün və ən əsası kanalımıza abunə olmağı, videonu bəyənməyi və bizi paylaşaraq xeyrə vəsilə olmağı unutmayın. Allah'a emanet olun.